Böyüklərdən eşitmişik ki, 30, 40 il, 50 il əvvəl heç belə xəstəliklər yox idi, antibiotiklərə də ehtiyac yox idi. Yəqin o vaxtlar ekologiya yaman təmiz olub. Bu ekologiya ki var, yaman şeydir. Gərək onun təmizliyini qoruyasan. Dəniz suyundan mavi yanacaq alınacaq. Elə bax bu dəniz suyundan mavi yanacağın alınması da həm belə deyək, iqtisadi cəhətdən sərfəlidir, həm də ekologiyaya çox belə deyək, təmizdir, ziyanı yoxdur. Dünyada daha bir ilkə yurdumuzda imza atırlar. Azərbaycanlı alimlərin yeni ixtiraları sayəsində dəniz suyundan mavi qaz əldə ediləcək. Bunun üçün artıq geniş miqyaslı tədqiqatlara da başlanılıb. Hətta pilot cihaz hazırlanaraq istifadəyə verilib. Cihazın ərsəyə gəlməsi üçün təxminən $5000 yaxın vəsait xərclənib. İşləyib işləməməsindən yoxlamaq üçün isə kiçik bir eksperiment də apara bilərik. Buyurun, bu da sizə bir fakt. Qazın hansı üsulla alındığına ixtiraçı mühəndis Mürvət Qəribov belə əsas gətirir. Bu gördüyünüz bir qapalı sistemdir. Bu reaktorda suyun bir hissəsi 90-95 dərəcəyə qədər qızdırılır və bu soyutma sistemində olan su fasilələrlə reaktorun üzərindəki içli suyun üzərinə püskürülür. Yəni iş prinsipi, bu üsulun iş prinsipi, ana iş prinsipi bundan ibarət. Cihazın köməkliyi ilə əldə edilən qazdan müxtəlif sahələrdə istifadə etmək mümkündür. Ən çox da isitmə-soyutma sistemlərində yanacaq kimi istifadəsi effektiv hesab edilir. Bizim məişətdə istifadə etdiyimiz qaz metan qazıdır. Amma bizim aldığımız qaz qarışığında isə metan yoxdur. Qaz qarışığında hidrogen var. Yəni əsas yanan qaz hidrogendir. Yəni hidrogenin müqayisə etdikdə hidrogenin yanma istiliyi metanın yanma istiliyi ilə müqayisə etdikdə daha çoxdur. Bu üsulla alınan qaz daha təhlükəsiz olması ilə yanaşı ekoloji baxımdan da təmizdir. Təbii qaz yandıqda tərkibində karbondioksid çıxır nəticədə. Karbondioksid də qlobal isinməyə gətirib çıxardır, amma bizim təklif etdiyimiz qaz qarışığında hidrogen var. Hidrogen də yandıqda ətrafa su çıxır. Yəni suyun da təbiətə çox bir ziyanı yoxdur. Əgər bu üsul kütləvi şəkildə tətbiq olunarsa, ətraf mühitin mühafizəsində və qlobal istiləşmə ilə mübarizədə xeyli uğur əldə edilməsi gözlənilir. Artıq ixtiraçılar kütləvi istehsal istiqamətində işlərə start veriblər. Layihəni Azərbaycanda patentləşdirsələr də dünyaya çıxarmağa da iddialıdırlar. Rövşən Abdurrahmanlı, Elgün Ümbətov, Space.